videosunu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Değerli izleyiciler, hoş gördük. Her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günlərim 32'lər kəndindəyim. Bu evə maddi mənəvi dəstək olan bütün hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Bacı və qardaşlarım, çox sağ olun. Dünənlərim sağ olsun, Allah canı sağ eləsin. İmişli rayonunun Sarxanlı balası. Allah səni var eləsin. Yorğandır, döşəkdir, yastıqdır, qab-qacaqdır, veribdir. Təşəkkür edirəm. Allah canını sağ eləsin. Və mənim gözəl bacım, Nalə bacı, təşəkkür edirəm. Allah sənin canını sağ eləsin. Zəng elədi ki, Xəqani, o uşaqlara qəşəng kebab çəkdirib apararsan. 30 manat pul göndərmişdi. Çox sağ ol. Allah min əvəzin versin. Nəcəf balamız 1000 rubl göndəribdi. Mahir ustamıza öz minnətdarlığımı bildirirəm. Çox aral getmə. Sağ olsun, Allah canı sağ eləsin. 20 manat göndərib. Bir Allah bəndəsi 5 azığın göndərib. Buranın yardımcımız Ağsı rayonundan. Təşəkkür edirəm. 2000 rubl göndərib. 500-ün mənə 1500-ün uşaqlara. Bir qardaşımız 15 manat. Bir qardaşımız 1 manat. Və Bakıdan bir bacımız 5 azığın göndəribdir. Nadejdanın adından 3000 rubl gəlib. Çox sağ ol qardaş. Allah min əvəzini versin. Nərman qardaşım, təşəkkür edirəm. 5000 rubl göndərib, 1000 rublun mənə göndərib, 4000'in də uşaqlara maşın alarsan və pul alarsan almışıq. Təşəkkür edirəm. Hacı Salih qardaşıma öz minnətdarlığımı bildirirəm. 2000 rubl göndərib. Ramik qardaşım 1000 rubl göndərib. Ceyran Boylu qardaş 1000 rubl göndəribdir. Firuzə bacımız 20 azıqın göndəribdir. Lənkəranlı Natiq qardaşım 1000 rubl göndərib, təşəkkür edirəm. Şəkidən Allah bəndəsi 1000 rubl göndəribdir və bir qardaşımız 500 rubl göndərib. Təşəkkür edirəm. Allah cibinizə bərəkət versin. Allah qazancınızı bol eləsin. Salam aleyküm qardaş. Xoş gördük. Uşaqların atasısınız elə. Adınız nə idi? Asiman. Bu günlərim qürbətdə yaşayan Azərbaycanlılarımız, gözəl qardaşlarımız, bacılarımız bax bu balalara yardım göndəribdilər. Allah canlarını sağ eləsin. Bir dənə köməklər. Gürcüstanlı Aqadel qardaşım 1000 rubl göndərib. Deməli, gözəl izləyicilərimiz. Qaqa, buraya görüm. Bunu Nərman əmin sağ olub. Allah olanlarına rəhmət eləsin. Sağ ol. Bu uşaqlarına kömək edir. Ala, bu da maşının. Elə bir həcə gedib gəlir. Sağ olsunlar. Bunlar da kukulalardı bacıya. Ver bacına. Yaxşı. Sağ ol elə de. Bunlar da ərzaqdır. Götür qardaş. Bunları bir-bir götür yığ evə qadanam. İçində mal əti də var. Çolpa da almışam, töy çolpa, hər şeyi yəni artıqlaması ilə almışıq. Doldur xaladenliyə qoy uşaqlar yesin. Sağ ol qadan alam. Halal xoşunuz olsun. Halal xoşunuz olsun. Bura gəlsən. Aparmı bacı ilə yeyir, kababdır. Yaxşı. Hə, kababdır. Allah olanlarına rəhmət eləsin. Sağ olun qadanam. Halal xoşunuz olsun. Halal xoşunuz olsun. Sağ ol qardaş. 370 manat ərzaqımıza pul vermişik. Alamın da qal. Ziya, bir dənə qadanam, o qapını aç, yorğan döşəyə bər elə oradan götürsünlər. Gəl o yorğan döşəyə götür qadanam. Oradan Ziya da qoy kömək eləsin. Bərdən götür, buradan. Bagajdan gəl götür onu. Yorğandır, döşəkdir, plastinadır, yastıqdır, hər şey var. Nətərsən? Əmiyə solundur. Əmi. Onları da götür qadanam. Onlar da qavqaşıqdır. Nətərsən qadanam? Ay sənin canını yeyərəm, ağıllı bala. Hı? Hə, bunlara da kaçakda tutmaya. Allah köməyin qoysun. Elə bunların elə suları yox idi. Bax görsən bu boyda qapıda bunların su yoxdur ki, bir dənə kaçankadan əlləri yuvarlar. Qadan alım, orada bir dənə stol qoy. Gözümün qabağında bu uşaqları yedirdim gedim. Orada stol var. Hə, onlar da götür qardaş. Onlar da götür qadan alım. Get içəri. Get o içəri stolsun ya. Allah göndərən qardaş bacılarımızın hamısının canını sağ eləsin, qazaqları bol olsun. Canını sağ eləsin. Elə o gün mən sizi
Bura çağırdım elə bu uşaqları yaddan çıxartmadılar ki, sağ olsunlar. Sağ ol. Allah hamının canını sağ eləsin. Sizlə belə. Xahiş edirəm orada stolu düzəlt. Uşaqları. Gəlin ora. Qoydusu qadan alım. Qoy su götürək, gəlin bəri. Ağıllı balalar, deyil, ağıllı. Gəlin bəri. Bunun üstünə qoy bir dənə süfrə yoxdur elə mi? Ne var? Qoy, yox, süfrə yoxdur, gəl otur. Maşını get gör mətərdir, xoşuna gəlir. Ay, Yenə sağ ol, əmi. bax, bunu fırlayırsan belə, buna bax. Görsən, betonu qarışdırdı. Beton tökərsən. Sağ ol. Orada kuklalar var, o kuklaları da ver qıza. O da bacının. Bacının. Gel otur. Amin qardaş, amin. Gəlin, o kebabı aç, onu da... Bunu sizə mənə al. Hə, Nalə bir balıq, Nalə bibi. Gəlin, çörək orada şeydə çörək var, çörək. Gəl bura qadan alın. Sağ ol qardaş, sağ ol. Allah göndərən qardaşlarım. Ben işte olmuşam. Pres geldim. Gece saat 11'deyim. Hay Allah, çörəyinizi yesin. Gedirəm, biraz tək otururlar. Oturun burada yiyin. Yaxşı? Hə, gəl bura. Gəl Günay, sən də yaxın otur. Gəl otur Günay. Otur qadanla yiyin. Yiyin qaqanla, yaxşı? Oturun yiyin. Hə, yiyin qaqanla. Çox sağ olun. Allah kim meyli var, Allah kömək olsun. Sağ ol qadan, sağ ol. Hamısı balasının arasına yetsin. Balasından xeyrin görsün. Amin, amin qardaş. Gəl, otur burada sən də. Sən otur, otur. Otur orada, xahiş edirəm. Hə, otur orada, uşaqların yanında. Yiyin. Nuş eləyin. Siz gələndə atası evdə yox idi, öz evdədir. Lap yaxşı, lap yaxşı. Bunlar işi yaddan çıxartmadınız. Allah köməkləri olsun. Yəni Sağ mən ol, orada şeydə baxıram, yorumlarda yazırlar ki, əmin də canı sağ olsun. Yəni əmin də sən və mahalleden ha. Əmiyə. Əlbəttə ki. Siz o gün gecə. Ye qardaş. Sən de. Özün de. Hə. Gəlin olmasa mən şahsən tək bacarım mən. Yəni sən mən çıxıram axşam mən rol 12-də gəlirəm, 1-də gəlirəm, rol mən. Halal xoşunuz olsun. Allah göndərən bacımızın canı sağ. Onu sağ bibi göndərir. Bibi. De sağ ol bibi. Sağ ol. Sağ ol. Allah köməyiniz olsun. Yəni bunlar ki yaddan çıxartmaqlar. Allah köməyiniz olsun. İndi axşam bu deyir ki, bu deyir. Deyir əmiyə dəyəm deyir. Bu deyir. Alo. Bu deyir əmiyə dəyəm, ma bir dənə televizor. Pepe. Dedim hə, düzəlir. Alo. Evdə otururlar. Nə istəyirsən? Alo. Erdo? Televizor. Televizor deyir. Televizor. Televizor, hə. Pepe, muhtemelen Pepe deyir. Deyir Pepe baxma. Alo. Əm alayıq. Ev alayım, emal alayıq. Onlar deyir Allah belə oturub yeyirlər, içirlər. Yəni, İnşallah. Oturub baxırıq. Videomuza baxan Allah'a qurban olun. vətənpərvər qardaşlarımız eşidir də yəqin. Qeyrətli qardaşlarımız. Sağ ol. Onlara kimlər bir maaş kömək eləyən elə bir hədə gedir. Sağ olsunlar. Allah Ləhcəyə sağ gedir, gəlir. Ən ağır seyirdən ocağına elə bir gedib gəlir. Bu uşaqlar xəstə uşaqlardır, ürək təmiz uşaqlardır. Heç kimlə iş olan uşaq deyil. O günləri bir kəlmə burada dedim, çəkilişdə dedim. Orada bastırma da var. Orada sən zaten onu ver yesinlər. Burada çəkilişdə dedim ki, şeydə bunların kaçarka yoxdur, əl üzümü asma. Sağ olsun. Elə deyib, bax, gidrafon göndərdilər. Sağ olsun. Sağ olsunlar. Allah şükür. Gidrafon da göndərdilər bunlara. Yenə. Sağ olun qazanım. Sağ olun. Halal xoşunuz olsun. Bunları eşitdim mən, gəldiniz. Allah canınızı Allah sağ balalarını sevindirsin. Balalarını Sağ ol qazanım. Ye dana qazanım. Mate. Ye. Ye bundan ye. Bizdə yox, şöyle yeyib. Özün də ye dana qazanım. Yemişəmən sağ ol. Allah sevindirsin. Allah analarımızın, bacılarımızın kim bunlara meylir Allah onların hamısının balasının xeyrini göstersin. Amin. Amin Allah. Onlar için bunları bir sevindirib Allah da onları sevindirsin. Amin. Amin. Onlara bir eləyəni yerə bilən kim min qat xeyrini görəcək onların. Ana balasından da, ondan sonra qurduğu işdən də hamısının onun xeyrini görəcək. Bunların kim ürəyini sevindirir. Amin qardaş. Halal xoşunuz olsun. Allah göndərən bacı qardaşlarımızın da canını sağ eləsin. Bunu işıqlandırdın. Ruziləri bol olsun. Bacılarımıza bunu işıqlandırdın, bunu göstərdin. Elə sənin də Allah ölənlərinə rəhmət eləsin, balalarının xeyrini görəsən. Sağ ol. Çox sağ ol. Köməyin olsun. Çox sağ olun. Gözəl izləyicilərimiz, çəkilişimizi yekunlaşdırdım. Çox sağ olun. Allah hər birinizin canınızı sağ eləsin, ömrünüz uzun olsun. O döşəyə yorğanı aç, orada elə atarsan bura qoy uşaqlar üstündə yatar. Onu Sərxanlıdan bir gözəl qardaşımız Allah canını sağ eləsin. göndərib.
Orada Götürün, gedin danışanda bir bir deyəsən. al işte Zeyn Natık Lənkəranla. Hə. Mənim dostumdur. Orada mühafizədə işləmişəm. Hə, lap yaxşı, lap yaxşı. O Sağ ol. Göndərib Allah sağ olsun. sağ ol. Allah Allah köməklər olsun. kömək olsun. Kim göndərib Allah O gün də mən dedim. sağ eləsin. Götür bunu da götür adını qoyaq. Yenə də deyirəm, o qadın kim idisə tanımadığım. Bax bu yorğan döşəyi o adam gətirib özü Allah vermişdi. canını sağ Oruçluq eləsin. bayramı günü. Allah canını sağ eləsin. Produkt alıb gətirmişdi. Allah onu Allah ruzisinin bərəkətin bol eləsin. Allah köməyiniz olsun. Elə Allah onun da balasını Sağ olun. xoşbəxt eləsin. Allah onun balasını. Sağ olun Elə bax, qardaşlar. bunu yenə də deyirəm, bu çəkilişimdə də deyirəm. Bax ata bala üçü Allah'ın bu olsun. oğlanla bu ikisi bunlar belə yatır, bu qışı belə yatıblar. Gazın çuvaçıkını qırdı. 311 manat borcum var. Allah kömək olsun. Allah canını sağ eləsin. Bax bunları Göndərən qardaşlarımızın, bacılarımızın Allah canını sağ eləsin. Bax bunu kim gətirdi? Bax yorğandı, döşəkdi, yastıqdı bir adam gətirdi. Sağ olun. Sağ olun əmi. Deyir sağ olun. Əmiyə bir maçı ver. Yenə sağ ol əmi. Sağ ol. Sağ olun. Gedək. Sağ olun qardaş. Gedək bizə bir çay. Gedək. Sağ ol, sağ ol, sağ olun. Yanında yoldaş var, tələsirik. Gözəl izləyicilərimiz, Allah hər birinizdən razı olsun. Çəkilişimizlə tanış oldunuz. Allah canınızı sağ eləsin, ruzi bərəkətiniz Allah bol. Gözəl izləyicilərimiz, 40 manatlıq mal əti almışdım. 40 manatlıq mal əti almışdım və cəm şəkildə 370 manat pul xərclənmişdi. 60 manat uşaqlara maşın və pul almışdım. 200 qalanı da cəm şəkildə 370 manat xərclənib. Maşın da onların içindədir. Allah göndərən qardaşlarımızın, bacılarımızın hamısının canı sağ eləsin, ruzilərin bol eləsin, bərəkətləri bol olsun. Allah mallarına, mülklərinə bərəkət versin. Çox sağ olun. Çəkilişimizi burada yekunlaşdırdıq. İnşallah Allahın izni ilə yeni çəkilişlərimiz olacaq. Abunə olun ki, baxa bilin.